Bismillahirrahmanirrahim. Gənclər yəqin bunu yaxşı bilər. Son zamanlar çox sayda kitablar çıxır. Hansı mövzuda kitablardır? Qərbdə və şərqdə hər yerdə. Necə uğur qazanmağın yollarını göstərir. Bilmirəm, burada oturan gənclər o kitablardan oxuyur ya yox. Necə uğur qazanmaq yollarını öyrədir. Necə müvəffəqiyyət əldə etmək yollarını öyrədir. Bir vaxt Dale Carnegie'nin kitabları çox məşhur idi. Ən yaxşı satılan, alınan kitablar idi. Bir zaman çox məşhur idi. Kitabının adı nə idi? Necə dost qazanmaq olar və necə insanlara təsir qoymaq olar. Müxtəlif həyatın sahələrində uğur qazanmağın yollarını göstərirdi. Bizdə də çox adamlar oxuyurdu. Mən də onun kitablarını oxumuşam bir zaman. Yəqin ki, sizlərdən də o kitabları görənlər olub. İndi də bugün bu mövzularda kitablar çıxır. Seminarlar, treninqlər təşkil olunur gənclər üçün, gənclər təşkilatları üçün, ümumiyyətlə insanlar üçün ki, həyatda necə uğur qazanmaq onun düsturlarını öyrədir, qaydalarını öyrədir insanlara. Ailədən tutmuş idarəçilik prosesində uğur qazanmaq, neyniyəsən ki, bədbin olmayasan, həmişə nikbin olasan, necə eləyəsən özünə inanasan, necə eləyəsən müvəffəqiyyət əldə eləyəsən. Bunların hamısı barədə kitablar çox sayda var və çox maraq doğurur bu kitablar. Amma mən bu kitablara diqqətlə baxmışam, əlbəttə hamısına yox, bir neçəsinə. Görürük ki, orada deyilən ən gözəl sözlər bizim dinimizdə var. Bizim hədislərimizdə, ayələrimizdə var. Fərq bundadır ki, demir İmam Sadiq buyurub. Sözün əsl mənasında elə hədislərlə onu uzlaşdırırsan, görürsən eyni sözü deyir. Bir dənə qabağında İmam Sadiq buyurur desə, Həzrəti Əli buyurur desə, Peyğəmbər buyurur desə, elə eyni sözdür. Əlbəttə mən demirəm onu oradan onlar götürüblər bizim dinimizdən. Onu mən deyə bilmərəm. Götürüblər, götürməyiblər, yoxsa təcrübə ilə gəlib nəhayət bu nəticələrə çatıblar. Onu mən deyə bilmərəm. Amma hər halda hədislərdə deyilən həqiqətlər orada öz əksini tapır. Amma əsas fərq var. Fərq də bundadır ki, o bəhslərdə əsas insanın mənafiyi və mənfəəti təşkil olur, əsasını bu bəhslərin. İnsan mənfəəti təşkil eləyir. İnsan öz mənfəəti üçün hamını özünə xidmət elətdirməlidir. Amma din deyir ki, insan mənfəətpərəst olmasa da uğur qazana bilər. Əsas fərq bundadır. Amma qaydalar çox oxşayır bir-birinə. Dində olan qaydalardır. Həzrət Əli əleyhissalam valilərinin, yəni nümayəndələrinin birinə bir məktub göndərir. Bir elçiyə verir ki, apar bu məktubu o şəhərdə mənim nümayəndəmə çatdır. Orada da nə yazılı bu məktubda? İdarəçilik qaydaları. İnsanlara necə rəhbərlik eləməlisən? İdarəçilik hansı prinsiplərə əsaslanmalıdır? Yolda bu elçi düşür Muaviyyənin adamlarının əlinə. Onu öldürürlər, o elçini şəhid edirlər. Və onun əlindəki məktubu da götürürlər. Aparırlar Muaviyyəyə verirlər. Deyirlər Həzrət Əliyə bu xəbər çatanda iki şeyə görə ağladı, narahat oldu. Bir budur ki, elçisini şəhid elədilər. Bir də budur ki, o şeylər getdi onların əlinə düşdü. Bilirdi ki, o nə məqsəd üçün bundan istifadə eləyəcək. Öz batil məqsədi üçün bu şeylərdən istifadə eləyəcək. Bizim də əlimizdə böyük sərmayə var. Mən hər dəfə, hərdən bəzi kitabları mütaliə eləyəndə adam istəyir fəryad eləsin ki, biz nə qədər bədbəxt ümmətik ki, belə bir sərmayə bizim əlimizdə ola-ola biz ondan istifadə eləmirik. Başqaları istifadə eləyir, praktikada da tətbiq eləyir, nəticə də əldə eləyir, sonra bizə dərs keçir. Bu dəhşət böyük bir faciədir bir ümmət üçün. Bu əzəmətdə bir din gəlsin, yas məclislərində ölü bastırmaq üçün lazım olsun, bu böyük faciədir bir ümmət üçün, bir millət üçün. Bu bəhsləri insan oxuyanda deyir ki, doğrudan da ən gözəl yolu vaxtında, zamanında göstəriblər. İndi sizlərə də bəlkə məndən daha çox o kitablar təsir qoyar ki, onu qərblilər deyir. Din adından hədis deyəndə deyir, yox, qərb alimi filan kəs də belə deyib. O daha çox təsir qoyur. Çünki nəticə əldə olunur.
praktikada tətbiq olunub bir nəticəyə gəlib çatıblar. Biz isə ancaq danışmışıq, o da yaxşı halda, heç çox vaxt danışmamışıq da. Ölülərimizi oxumuşuq ki, öləndən sonra eşit bunları. Öləndən sonra 100 dəfə də onu oxu, onun nə faydası var? İnsan doğru düzgün bəndəlik eləyərsə, doğru yaşamağı öyrənəcək. Düzgün yaşamağı öyrənəcək. Biz düzgün Allaha bəndə olsaq müvəffəqiyyət əldə edəcəyik. Həm yaşayışdan ləzzət alacaq, həm ibadətdən, həm də uğur qazanacaq. Bu müvəffəqiyyətlər təkcə mənəvi məsələlərə aid olmayacaq. Və bu məharəti biz əldə eləsək, görəcəyik ki, dindarlıq eləmək o qədər də çətin deyilmiş. Bilirsiniz, çox vaxt şeytan bizə bəzi şeyləri çətin göstərir uzaqdan. Deyir ki, yox, sənlikdir, bu çətin məsələdir. Deyirsən, filan mənəviyyat sahibi olan alim filan əməl elədi. Elə ki, deyirsən, bəs mən şeytan gəlir, yox, sənin düşündür, sən çətin, o sən bacardığın şeydir. Bizim məharətimiz, bacarığımız yoxdur deyə bəzi işlərə bizə çətin gəlir. Vallah o qədər də çətindir. Yolunu bilsin. Mən vallah elan desirəm ki, siz mənə irad tutar ki, çətindir, bəs özün niyə əldə eləməmsən? Mən də sizin tayınız, siz də mənim tayım. Elə bir-birimizdən ayırmayaq. Əlbəttə, burada yaxşılar da var bəlkə də ki, Allah bilir, Allah daha yaxşı tanıyır. Bəlkə də elə müvəffəq insanlar da var. Hər şey bilmədinsə yolunu, qıraqdan baxanda çətin görsəndiyi kimi, dindarlıq, Allaha bəndə olmaq da qıraqdan baxanda çox çətin gəlir. Gərək meydana girəsən, daxil olasan və yolunu öyrənəsən ki, axı bu nəticəyə çatan necə çatıb, mən niyə çata bilməyim? Mən bu qədər acizəm, mən niyə bu məqsədə çata bilməyim? O yolu tapanda, İnsan üçün iş asanlaşanda bilirsən nə nəticəyə gəlir adam? Baxırsan, görsən, Allah sən demə havayı əvəz verir bizə, havayı heç nəyə. Heç nəyə mükafat verirmiş. Elə bir su içməyivə mükafat verir. Necə su içmək asandır. İnsan yolunu bilsə, dindarlıq su içmək kimi bir şeydir. Sonra əvəzində görəndə ki, Allah da əldən ayaqdan gedir bəndəsi üçün ki, sənə bunu verəcəm, bunu verəcəm, insan onda təəccüblənir. Görəcək ki, çox sadə işin qabağında əbədi cənnət verir mənə. Çox rahat, sadə bir işin müqabilində. Və əgər belə olursa, onda insanı qürur götürmür, təkəbbür götürmür.